Daşınmaz əmlak bazarında qiymətlərin artması mənzil almaq istəyənlərin seçimlərini dəyişib. Belə ki, əvvəllər alıcılar daha çox yeni tikililərə üstünlük verirdilərsə, indi köhnə binalardakı mənzillərə də ciddi maraq göstərirlər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, yeni tikililərdə qiymətlərin yüksəlməsi köhnə mənzil bazarına tələbi saxlayır. Binanın tikildiyi andan sonra istismar müddəti olur. Yeni tikililərin istismar müddəti hələ uzun bir müddət davam edəcək. Köhnə binaların da əksəriyyəti öz istismar müddətini artıq başa vurub. Amma reallıq tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, yeni tikililərin həddindən artıq yüksək qiymət olması, bazarda daha yüksək qiymətlərə təkliflərin mövcudluğu əhalini məcbur edir ki, onlar öz maddi imkanlarına görə köhnə tikililərə üst tutsunlar, köhnə binalara investisiya yatırmağa məcbur edir. Yəni düşünürlər ki, köhnə binalardan alınan mənzillər bu və ya digər dövrdə sökülən zaman daha ciddi şəkildə kompensasiya əldə edəcəklər. Bu da təbii ki, köhnə binalara olan marağı artırmış olur. Mütəxəssislərin fikrincə köhnə binaların əsas üstünlüklərindən biri onların şəhərin mərkəzi və əlverişli ərazilərdə yerləşməsidir. Hal-hazırda bazarda ümumi tendensiya ondan ibarətdir ki, hər ay ortalama 1-1,5% arası müxtəlif segmentlərdə qiymət artımı baş verir. Şəhərin mərkəzi və yaxud da ki, şəhərin mərkəzinə yaxın olması binaların köhnə və yaxud da yeni olmasından asılı olmayaraq onların qiymətinə birbaşa təsir göstərir. 1 kvadrat metr üçün 2500 manatdırsa, yeni ərazidə, həmin ərazidə tikilən binanın təklif qiyməti ən azı 3500 manat olur. Təqribən 500.000 manat arası fərqlə yeni inşaatlar yenidən daşınmaz əmlak bazarına təklif edilir. Bununla yanaşı yeni tikililər də öz üstünlüklərini qoruyur. Müasir layihələndirmə, yeraltı dayanacaqlar, təhlükəsizlik sistemləri və daha geniş mənzil planları yeni binaları cəlbedici edən əsas amillər sırasındadır. Lakin ekspertlər hesab edirlər ki, qiymət fərqi bu gün də bazarda əsas seçim meyarlarından biri olaraq qalır. Əmlak bazarındakı vəziyyət göstərir ki, alıcılar seçim edərkən yalnız mənzilin yeni və ya köhnə olmasına deyil, həm də büdcələrinə, yerləşdiyi əraziyə və gündəlik həyat üçün yaratdığı imkanlara diqqət yetirirlər. Məhz buna görə də köhnə binalar yaxın illərdə də daşınmaz əmlak bazarının vacib segmentlərindən biri olaraq qalacaq. Turqan Əliyev, Ramil İbrahimov, Sadiq Kərimov, Xəbər Ertəsi.